Bu da belə, mən tarix boyu dedi ki, aparılan mübarizə sahabələr, hər sahabə yox. Hər sahabə yox. Etibarlı, etiqadlı, İmam Peyğəmbərin yanında olan etibarlı, yaxşı belə möminlər və İmam Peyğəmbərimiz aparır mübarizə onlarla ki, bu nə belə fırlaq işlər sizin məşğulsuzdular burada. Bu da yenə deməli sonra başlayır bu barədə tarix boyu alimlərin hərəkatı, Qum Universiteti, Bağdad Universiteti və s. Hədisin daxili mənası var, hədisin xarici mənası var. Biz hədisi anlamadan danışmalı deyilik. Anlıyorsan, başqa məsələ. Baxın, var möhkəm, var mütəşabih, nasix mənsuh, xüsusi ümumi, mütləq müqəyyət, düzdür? Bunlar necə əvvəl demişəm, təfsir elmində ayə haqqında nələr varsa, o terminlər aiddir hədislərə də. Hədislər ümumi olur, xüsusi olur, nasix olur, mənsux olur, möhkəm, mütəşabih. Və var ki, biz elm əhliyik, ondan özümüz çıxarış edirik, sübutlarla mənasını lap əla. Bilirsən qrammatikanı, usul oxumusan, məntiq oxumusan, nə, çıxarış edirsən, deyirsən, cavabdehlilik öz boyuna və şərti ilə, deyirsən, problem yoxdur. Bu var ki, elimiz olmadığı halda iki yolumuz var. Ya tabi olmalıyıq bilənə, ya da ki, susmalıyıq, ya da ki, nə, bilmədiyimiz halda, tabi olmadığımız halda susmuruq, danışırıq. Bax, bu pisdir, günahdır. Hədisin mənasını bilmirsən, niyə ora-bura yolcursan? Hələ hədis etibarı deyil, ona işimiz yoxdur ya. Hədisin mənasını anlayırsan demək istəyir, hədis nə demək istəyir? Deyir, hədisin daxili mənası var. Deyir, bunu anlamadan, bunu eləməyin. Mən əvvəl demişəm, biz bu cəhətdən yazıq olaraq, həqiqətən deyirəm. Neçə il toyda oynama, üzvü qırxma, hicabsız gəzmə, naməhrəmlə görüşmə, filan şey haram ola bilər, filan kalbası haram ola bilər, filan şey haramlardan çəkindik ki, Allahın yanında bir günahkar olmayaq, savab qazanaq. Amma gələ dilimiz dayanmır. O dilimiz böhtanı, yalanı, İmam Peyğəmbər haqqında səhv yalan hədislər din adından deyir, hamısı məhv olur. Hamısı məhv olur. İndən bilə. Demişəm əvvəldən. Hələ hədisə var ki, qeybətdir. İnsandır imanı məhv edir də. Necə ki, sirkə məhv edir balı. Od məhv edir odunu. Öyünməyə ki, hə, mənim namazım, orucum, Allah qəbul etsin. Amma saxlamaq şərtdir. Quranda var, Muhammed surəsində la tubtilu sadaqatikum. Belə bir bilmənni və əzab bu bəqərədədir. Və var ki, la tubtilu əməlakum. Deyir, sədəqələrinizi batıl eləməyin. Əməllərinizi zaləməyin. Minnətlə, əziyyətlə, reklamla və hər hansı günahlarla, kömək duasında var. Mən əxlaqa dərsini getirəm. Danışım tezsiz vaxtlara qədər ki, Allahümmə xfirliyə zünubətəlləti tunuzlu bəla. Bizə bəla gələn günahımız var. Dualarımızın qəbul olunmasına mane olan günahlarımız var və onları bağışla. Yəni, günah bunlara səbəb olur. Bir deyək ki, axı, biri 10 min dənə, 1000 də hoqqa çıxarır, o bəla gəlir, onun bəlası var. Bəzi içində çəkir, dəri heç mi deyə bilmir. Bəzi var ki, dünya ona sığışmır bəlasına, günahına, cəzasına, qal obur dünyaya. Məsələn, Fir'on boğuldu, öldü də. O da hoqqası vardı. Boğuldu, öldü. Amma düşünmə ki, bu da bura günah eləmişə, bəs bu işgəncə versinlər, dərsin soysunlar, dərsən duz səpsinlər, qulağın kəssinlər, yox. Bizim zehnimizə ölçülmür, emosiyana ölçülmür. Ölçür ədalətlə, o da qiyamətdədir. Bəzi buradadır, bəzi oradadır. Bəzi bura sığışmır. Bura sığışmır. Onu ümumi cəza çəkmə yerə saxlamazdır. Saxla harda? Xüsusi yerdə. Ayrıca bir otada saxlayırlar ki, bunun yeri buradır. Baxma ki, həbsxana, amma ümumi yerdə olmaz. Bu tək qalmalıdır. Sonra qəşəng mövzularda hədis baxımından kaş bunlar adam deyərdi var. Çox qəşəng burada məlumatlar var. Neyi var ha? Mən də sevirəm, gedir ki, mən xülasə deyim burada sizə. Vaxtım çox az deyim. Məsələn, ravilərin dedik də, kimlik barəsində hər ravi qəbul eləməsə, mən qarşıma çıxartlarını çəkirəm bunların. Məsələn, hansı ki, etibarı deyil, deyərlər ki, la əslə ləh, ləysə bisabit, la ə'rifuhu,
ləm əqif əleyh. Bu 4 dənə burada nağdından terminlər var. Deyir, bunun əsli yoxdur. Bu sabit deyil, yəni qəbul olunmayıb. Onu tanımıram. Və deyir, bu bizim yanımızda sabit olunmayıb, təsdiqini tapmır. Bu kimi deyir, terminlər var ki, sən gəlib bunu deyəsən və deyir, tarix bu deyil. Və ravilərlə hədis alimləri gəlib bilirlər ki, məsələn, filankəs ravi barəsində biz bu tanımırıq. Mən onun yerinə cavab verə bilmərəm. Mən ona hə deyə bilmərəm. Bu ravi mənim üçün etibarı deyil. Şəxsiyyətinə işimiz yox. Nə cür atadır, yaxşı pulu var, ailəsini sağ, o şəxsiyyətidir. Ona işimiz yox, təhqir olmaz. Amma dini baxımdan bu onluq deyil. Onluq deyil dərs demək, onluq deyil təbliğ eləməklik. Geçsin məsələsi öz işə məşğul olsun. Bu gün bizə bazardır. Demişim, hamı gəlir Kabeynə, dərs keçən kim, təbliğ eləyən kim, qrup açan kim, veriliş açan kim, nə bilim, biri özünə ustad deyir, biri özünə alim deyir. Və bunun hamısının kurğu var, fanatları var, paylaşımlar, nələr. Mümkün biz çox şey bilməyək, amma hamı cavab verəcək. Məsələn, bir rəvayət demişdilər, deyir ki, Bismillah sözündə axırda hı var da, yumru hı. Bismillah sözünü kim onu belə yumru yazmasa, Bismillah, axırda hı belə qatlanır da, deyir, o kim belə qatdalamasa, o da kör hı, yəni açıq qoysa. O deyir, belə kör eləməsə, yəni açıq qoysa, Allah o çox savab verəcək. Nə əlaqəsi var? Bu nə hədisdir? Yəni, bu hı bağlı və aç biraz. Yəni, xəttə birləşmirlər, bir hərf deyil. Birləşirməsən və ya birləşirməsən bu savab var, birləşirsən belə. Bazarda da qəşəng. Qəşəng şan-şöhrət var burada. Dəqiq insanın şəxsiyyətinə, vicdanına ki, bundan sui-istifadə eləməsin.